Bir insan soğan daşıyırsa, fəhləlik eləyirsə, deməli o alçaq adamdır. Yəni belə mi baxmaq lazımdır? Yəni sizin kafanızı tam olaraq anlaya bilmədim. Videonun məqsədi tamamilə ondan ibarət idi ki, həyat bir gün içində görün necə dəyişə bilir. Yəni dünənə qədər tarlada o günün altında kürəyində soğan daşıyan bir adamı indi hər kəs axtarır. Hər kəs onunla video çəkmək istəyir. Gəl mənim də obyektimi çək, gəl səninlə bir şəkil çəkək, gəl səninlə bir video çəkək. Yəni bir gün ərzində hər şey dəyişə bilir. Mən videoda bunu göstərmək istədim. Videoda mən başqa heç bir niyyətim, məqsədim yoxdur. Dünənləri bu videonu paylaşdıqdan sonra çoxlu sayda tənqid mesajları aldım. Gəlin öncə videonu başdan sona izləyək. Əvvəl belində soğan daşıyırdı. İndi isə hər kəs bu oğlandan istifadə edərək özünü reklam etməyə çalışır. O belə bir video paylaşdı. Video qısa müddət ərzində milyonlarla izlənmə əldə etdi. Arsenal futbol klubunun 40 milyonluq dəyərə sahib olan futbolçusu da onun videosunu repost etdi. Daha sonra bu qaqaş sosial şəbəkədə bir trendə çevrildi. Hətta o sadəcə nənələrimiz tərəfindən izlənilən Azərbaycan kanallarının birində də çıxış etdi. İndi də hər kəs bu oğlanla video çəkməyə, şöhrətinə şöhrət qatmağa çalışır. Əliyev Tarix aparıcıdır, çoxunuz da tanıyırsınız. Mənim videomun altına belə bir şərh yazdı. Mən bu oğlanı alçaltmaq istəyirmişəm, o da alınmayıb. Yox, nə bilim özümü ağıllı göstərmək istəyirmişəm. Sonra insanlar onu qısqandığımı, kin, nifrət bəslədiyimi falan yazıblar. Yəni əgər siz kafa olaraq, hansı ki bu mənim ağlıma belə gəlməzdi. Soğan daşıyan, fəhləlik eləyən bir insana yazıq gözündən baxırsınızsa, bu sizin özünüzlə bağlı problemdir. Bunun mənlə bir əlaqəsi yoxdur. Mənim özümə aid bir mizah anlayışım var. Yəni videolarımı da bu şəkildə hazırlayıram. Yəni məni əvvəldən izləyən izləyicilərim bunu yaxşı bilir. Yəni standart robot kimi danışmıram. Özümdən müəyyən əlavələrim olur videolarımda. Və əlavə edim ki, mən bu işi hobbi kimi edirəm. Mən buradan bir qəpik pul qazanmıram. İndiyə qədər də hardasa görmüsünüzmü nəyinsə reklamını eləyim? Xeyr, bu işi sadəcə hobbi olaraq edirəm. Əli Şükürov videomun altında belə bir şərh yazıb. Yəni dostlar, mən bir kontent yaradıcısıyam. Əlbəttə ki, bir video hazırlayanda ilkin məqsədim bu videonun yaxşı şəkildə izlənilməsi olur. Yəni bundan təbii nəsə bir şey ola bilərmi? Və mən bu oğlan trend olandan 5 gün sonra paylaşmışam. Yəni həmin gün də paylaşmadım. Üstündən 5-6 gün keçəndən sonra paylaşdım. Və videonu hazırlayanda nə içimdə bir kin, nə nifrət, qardaş siz nə danışırsınız? Siz hansı kafadasınız? Yəni sizin gözünüzdə bir insan soğan daşıyırsa, fəhləlik eləyirsə, deməli o alçaq adamdır. Yəni belə mi baxmaq lazımdır? Yəni sizin kafanızı tam olaraq anlaya bilmədim. Videonun məqsədi tamamilə ondan ibarət idi ki, həyat bir gün içində görün necə dəyişə bilir. Yəni dünənə qədər tarlada o günün altında kürəyində soğan daşıyan bir adamı indi hər kəs axtarır. Hər kəs onunla video çəkmək istəyir. Gəl mənim də obyektimi çək, gəl səninlə bir şəkil çəkək, gəl səninlə bir video çəkək. Yəni bir gün ərzində hər şey dəyişə bilir. Mən videoda bunu göstərmək istədim. Videoda mən başqa heç bir niyyətim, məqsədim yoxdur. Yəni bilmirəm sizin dərdiniz tam olaraq nədir. Çox əlaqəsiz, uzaq bir müqayisə olacaq, amma mən bunu demək istəyirəm. Yasin Cengiz kim idi bu adam? Bu adam kimə lazım idi? Sadəcə bu insanın əlində olan bir şey var idi, tək bir şey. O da pozitivlik. Gördünüz tarlada bu maşallah məndən böyük olmasın, qarnını yellədi və milyonlarla izlənmə əldə elədi. Adamın Instagramda 2 milyon izləyicisi var və böyük restoran şəbəkələri bu adamla reklam çəkir. Və aydın məsələdir, o reklamların üzərindən bu insan nə qədər pul qazanır. Çox adam bu qaqaşa deyir ki, əşi bir həftə sonra, 10 gün sonra, 20 gün sonra unudulub gedəcək. Yəni indi nə elədi elədi. Yasin Cengiz illərdir ki ortadadır. Adam unudulmayıb, getməyib. Yəni gərək insanın özündə də müəyyən bir qabiliyyət olsun. Bunu idarə edə bilsin. Bu oğlanın özünə də nə qədər təhqir mesajları gəlir. Yəni dişini lağa qoyursunuz, üzünü lağa qoyursunuz. Nə ağzınıza nə gəldi deyirsiniz. Siz başa düşmürsünüz bu insanın da duyğuları var. Ağzınıza nə gəldi yazırsınız. Sizin içiniz vallahi qapqara kömür olub. Demirsiniz bu insan özü oxuyur mesajları, ailəsi oxuyur mesajları, dostları oxuyur mesajları. Ayıbdır. Yəni ağzınıza gələni yazmır. Qardaş bəyənmirsən, əncəllə baxma da. Kim də paylaşırsa onu da əncəllə. Nə böyük şeydir. Oturub təhqir edirsiniz, söyürsüz. Yəni bu insanın ziyanı da yoxdur da. Hamımız bilirik ki, TikTok platforması əyləncə platformasıdır. Yəni bu tərzdə videolar daha çox izlənilir. Nəinki elmi kontent. Yəni elmi kontent çox da izlənilmir. İnsanlar deyirlər ki, ay nə bilim, hansısa bilikli bir gəncə dəstək olmaq lazımdır, onu qabaq eləmək lazımdır. Evin tikilsin, bəlkə sən heç özün bir dənə kitab oxumamısan, bəlkə də. Cəmaata ağıl verirsən. Sənin özünə ağıl verən lazımdır. Ayıbdır, özünüzə hörmət eləyin ha kişi. Bütün əsəbləşdim qantara batdım. Mənə deyirlər sən o insanı paxıllanırsan. Ona qarşı bir kinin var. Videonda nə bilim bir pis bir şey. Əzizlərim, baxın, paxıllanmaq necə olur, mən sizə onu izah edeyim. Tutaq ki, Əhməd var. Əhməd maraqlı videolar paylaşır və yaxşı da izlənmələr əldə edir. Mən də Əhmədə baxıram, deyirəm ki, qardaş, mən Əhməd kimi videolar çəkə bilərəm. Özümdə o güc var.
Amma eləmirəm, eləyə bilmirəm, bir şəkildə alınmır. Hə ondan sonra bəlkə də mən Əhmədi qısqana bilərəm. Buna dəlalət vermək olar. Ona qarşı bir kin də bəsləyə bilərəm. Ay da o necə eləyir, mən də eləyə bilərəm. Axı mən niyə eləmirəm? Yəni mahiyyət etibarilə Əhmədin elədiyini mən də eləyə bilərəm. Mənim kanalım 1 ildir ki fəaliyyət göstərir. Mən kanalımda hekayələr paylaşıram. Mən axı bu qaqaş tərzində videolar çəkmirəm. Mən onu nəyə görə qısqanım? Nə səbəbə qısqanım onu axı mən? İnsanları alçaltmaq, canlı yayında söyüş söyməklə, onun ailəsini, onun özünü, yaxınlarını söyməklə olur. Özümüzün də ailə işimiz kimi bir meyvə mağazamız var. Mən də orada satıcı kimi işləyirəm boş vaxtlarımda. Yəni bu ayıbdır. Burada ayıb nəsə var? Ayıb sizin kafanızın içindədir. Yəni birinci bu kafanızı düzəltməyiniz lazımdır. Verilişlərlə bağlı fikrimdə də hər hansı bir dəyişiklik zaten yoxdur. Səhəri açırıq sazla, muğamla, axşamı bağlayırıq meyxana ilə, balalı ilə. Hər gün də belə davam eləyir. Hansısa da mənasız bir müğənni ora çıxardırlar, kiməsə sataşır, oradan söz deyir, nə bilim qışqırır, ya da nə bilim aparıcı kiməsə söz atır, həmin adam efiri tərk eləyir. Yəni belə mənasız da kanallarımızın əksəriyyəti mənasız şeylər göstərir də. Onları da qınamıram. Adamlar ora maarifləndirici, maraqlı, insanı düşündürən şeyləri qoysalar, zaten izlənməyəcək. Bunu da bilirəm. Adamlar məcbur qalıb ki, ancaq müğənni ilə, sazla, yəni bir şeylə bu verişi aparaqda boş qalmasın. Bir tər yola verək. Məqsədləri budur. Nəysə dostlar, dediyim kimi, bu videoda burada kimisə alçaltmaqdan, kimisə lağa qoymaqdan qəti şəkildə söhbət gedə bilməz. Əgər kimsə bu videoda pis şey görürsə, onun öz içi ilə bağlı bir şeydir. Mənlə bağlı deyil. Sağ olun, salamat qalın.